Bugün həmçinin Lənkəranda milli qəhrəman Əskər Əliyevin xatirəsi də anılıb. Tədbir qəhrəmanın adını daşıyan xatirə parkında baş tutub. Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Talih Qaraşov, aparat rəsmiləri, milli qəhrəmanın ailə üzvləri, rayon ictimaiyyəti və məktəblilər iştirak edib. Tədbirdə çıxış edənlər mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda canını qurban verərək şəhid olmuş qəhrəmanın şücaətli həyat yolundan və vətənpərvərliyindən söhbət açıblar. Qeyd edilib ki, 1974-cü ildə Lənkəranın Ləş kəndində anadan olan Əskər Əliyev orta məktəbi bitirdikdən sonra təhsilini Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində davam etdirib. 1995-ci il mart hadisələrində Əskər Əliyev milli ordunun sıralarında hərbi əməliyyatlarda iştirak edib və qəhrəmancasına şəhid olub. Milli lider Heydər Əliyevin fərmanı ilə Əskər Əliyeva ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib. Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər ifa edilib və sonda abidəsi önünə gül dəstələri düzülüb. Yuxuma gəlib, mən Əskər andına itib gəlib.